qarışmağı da ki, bəlli bir sərhədə qədər. Valideynlər uşağı tərbiyə eləməlidirlər, cəmiyyətə uyğunlaşdırmalıdırlar. Qarışmaq lazımdır, biz böyüyük. Cəmiyyətimizdəki aktual problemlərdən biri valideynlərin övladlarının seçimlərinə qarışmasıdır. Bu tipli hallarda uşaqlarda özgüvən əksikliyi, şəxsi kimliyin pozulması hallarına gətirib çıxara bilir. Bəs görəsən, həqiqətən də valideynlərin uşaqlarının seçimlərinə qarışma hüququ vardırmı? Bəlli bir yaşa qədər bəli qarışa bilər, amma bəlli bir yaşdan sonra təbii ki, yox. Onların seçiminə hörmətlə yanaşmalıyıq əlbəttə ki. Hansı hallarda qarışma hüquqlar vardır? Yəni valideyn qarışa bilər. Təbii ki, valideyn qarışar deyəndə biz siz necə başa düşürəm. Mən 3 dənə oğlan övladı böyüdən bir ana kimi mütləq məsləhətləşib övladımla ona xeyir eləyən yönümündən qarışmaq istəyərəm. Amma o qarışmağı da ki, bəlli bir sərhədə qədər çalışaram eləyəm. Çünki indi uşaqları əvvəl uşaqlarına oxşamır, öz fikirlərini həyata keçirməyə çalışırlar. Aktual problemdir, amma ki, yenə də deyirəm də, mən ümumiyyətlə klassik tərbiyə uyğunlaşmışam vaxtında. Ona görə də fikirləşirəm ki, yetkinlik yaşına çatana qədər uşaq valideynin sözünə baxmalıdır. Onun məsləhətinə eşitməlidir. Onun, yəni ki, evladı istəyən valideyn heç vaxt ona pis məsləhət görməz. Seçim də ki, öz yerində. Seçim uşağın özünün qabiliyyətindən, uşağın özünün həvəsindən. Yəni valideyn onu görür ki, bu uşaq hansı bir istiqamətdə yönəlib. Rəssamlıqdırmı, musiqidirmi, misal üçün, idmandırmı? Mənim zənnimcə valideynlər uşağı tərbiyə eləməlidirlər, cəmiyyətə uyğunlaşdırmalıdırlar, sosiallaşdırmalıdırlar və uşağı öz başına qoya bilmərik axı biz. Valideynin nəzarəti müstəq uşağın üstündə olmalıdır, xanım. Yəni mən öz təcrübəmdən bilirəm, valideyn bir övladlarımdan, nəvələrimdən, verdiyim tərbiyədən və bugünkü gündə də onun müsbət nəticəsini görürəm. Yox, qarışa bilər. Bəli, 100% qarışa bilər. Hansı hallarda? Hansı hallarda pis yollardan çəkindirməksə. Yaxşı yoldadırsa yox, qarışa bilməz. Biz müasir valideynlər hal-hazırda bu düşüncədəyik. Əl vurmamağa çalışırıq, başa salmağa çalışırıq. Bilmirəm, buna nail ola bilirikmi bunların tərbiyəsində? Çox güman, inşallah ki, nail ola bilərik. Məncə ağıllı uşaqlar böyüyürlər, daha texnologiyadan daha çox başları çıxır, daha müdrikdülər, daha elə cavablar verirlər ki, biz məhtəl qalırıq ki, yəni biz o yaşda onda o cavabları verə bilməmişik və onların ağlı kəsdiyi şeylər məncə ağlımız kəsməyib. Daha ağıllıdırlar. Məncə onu əldə eləyə bilmişik, o heç. Ancaq ki, hardasa düşünürəm ki, qarışmaq lazımdır, biz böyüyük, ancaq ki, biraz ara da verməliyik də, tam da qarışmamalıyıq, əvvəlki düşüncə tərzi ilə deyil.